Space televiziyasının son yaşadığım bir şeyləri. Vado Karovin məni ora niyə dəvət eləmişdi? Məni dəvət eləmişdi ki, Xəzərlə bunlar rəqabətə girə bilsinlər. Xəzərin səhər verilişi Aytən Səfərova və digər həmkarı çox yaxşı izlənirdi və ona çatan səhər verilişi yox idi, yəni Azərbaycan segmentində. Düzdür, ARB-nin də səhər verilişi nisbətən çatırdı filan, amma ki, yəni o deyil idi də. Vado müəllim məni dəvət eləyəndə ora dedi ki, danışığıma görə mən səni dəvət eləyirəm Səidə xanım. Çünki sən sözü birbaş deyirsən. Sən dolayısıyla fırlanıb gəlmirsən. Mənə elə jurnalist lazımdır ki, sözünü açıq desin. Dedim, böyük televiziyada sözünü açıq demək, yəni ənənəvi televiziyadan gedirdi. Biri var ki, YouTube kanalı, indi biz burada danışa bilirik və kifayət qədər də açıq danışa bilirik. Amma bu böyük televiziyalarda belə deyil, bunu hər birimiz bilirik. Və mən dedim ki, burada böyük televiziyada dedi, bəli, bizim hamımız bilirik ki, qırmızı xəttlərimiz var. Oradan o tərəfə keçə bilmərik. Məsələn, mənim özüm üçün də qırmızı xətt var ki, bu anlayışa kimsə mənim yanımda toxuna bilməz. Bilməm, yəqin siz də rast gəlmisiniz, mən vətənimi sevən, dövlətimi sevən, prezidentin siyasi kursunu dəstəkləyən birisiyəm. Amma bunun üçün heç kim mənə pul verməyib, bunun üçün heç kim mənə bahalı hədiyyə verməyib, bunun üçün heç kim jurnalistlərə verilən evdən mənə verməyib. Çünki mən belə deyək də, o Ramiz Mehdiyev klanının üzvü olmamışam və yaxud da ki, bu onun göstərişlərinə tabi olan Əli Həsənovun, məsəl üçün, o camiənin üzvü olmamışam da.